TikTok, kısa videolar izleyerek beyninizi tüketebileceğiniz, yemek yiyerek, kışkırarak, söhbət ederek ve söğüşleyerek məşhur olabileceğiniz dünyanın en çok izleyicisine sahip sosyal şebeke platformu. Bu benim ve indiye kadar sadece bu video için TikTok izlemişim. İndi ise hayatımın en büyük səhvini ederek ikinci defa TikTok izleyeceğim. Aslında tam izlemek yok. Daha çok utanç verici videoları izleyerek öz tənqidlərimi sizinle paylaşacağım. O zaman başlayırıq. Başla! Lella geçsin. Yella! Başla! Məqsəd, bu adam niye böyle danışır? Bir dakika yorumlar maraqlı geldi. Qoxumlar deyə Babuşdan oynuyorsa. Niye bura? Kişilərlə oynayıram. Bu şəxsi yəqin ki hamınız tanıyırsınız. Canlılarda söyüş söyərək məşhur olan birisidir və yayınları çox izlənir. Canlıları çox mənasızdır məncə. Abi, sonra bir şey gəlmirsən evə yad adam görmüsən, paltar yan düzəldən hə? Görsən sən belə yerdə deyirəm ki, sən həqiqətən Nə deyirəm ki? Sən kim olmusan hə? Kimsən ki sən? PK'larda niyə bu qədər dav olur dostum? Hər kəs öz problemini TikTokda həll etməyə çalışır. Məncə cavabı asandır. Görüşərək Black Angel. Hələlik. Mən söz toxusan yenə Black Angel. Özün özünə öz sözü özün soxmusan, öz valınıva yazında deyir mən söz soxmusan. Özün öz aldığı qoymusan da mən sənə söz soxuram. Burada Black sözü yoxdur, burada Angel sözü var. Angel mələkdir qaqaş. Mələkdir, qarada seryoznuluq qatıda seryozlu mələk. Seriozlu mələyi özdə. Yəqin ki bu qaqaşları da tanıyırsınız. Canlıları son zamanlarda bir xeyli populyardır və gördüyünüz kimi söhbətlər bundan gedir. Qaqaş TikTokda sevgili axtarışındadır. Bu rəqsi etməyə davam etsən tapmayacaqsan dostum. Bu rəqs deyən kimi bu video axılıma gəlir. Sən başıma dömsən, mənim sadəliyim var, mənim başıma bəladır. Hər şeyi qoyuram bir kənara, bu qaqaşın üzündə bir betmə yatır. Rusların bir sözü var. Yüzünüz durukuf biz. Hayal kurmak asandır ama etmeye çetindir. İziniz, duruqu, viz nə deməkdir? Belə bir sözün mənası yoxdur. El número uno. El número uno. Bebé. Loco. Qaqaşın baxışlarına baxın bir dənə. Bu arada bu videodan sonra bu qaqaş populyar oldu. Millətimi sevirəm. Mujutskoy həyatda, mujutskoy həyatda, kişi həyatında. Anıya da, bacıya da, qardaşa da açıqca sorursan. Varabskoydan hər kəs də özünü açıqcadır. Deyirlər, Varabskoyda hər kəs də özünü açıqcadır. Amma mujutskoyda semiyyə də, anana da açıqcasın, bacına da açıqcasın, qardaşına da. Krişanın altına açıqcasın. Mənə maraqlı gələn iki sual var. Birincisi bu qaqaşlar niyə bir-birinin kopyasıdır? İkincisi də bu qaydaları sizə kim deyir? Bizim bilmədiyimiz hər hansı qrup falan var. Bilən varsa yoruma yazsın. Nasmet Sinan değiller, öldüren ölmez o zaman değiller, bilir seçil Filistuflimir. Bu videolar son zamanlarda çox qarşıma çıxır. Əşyalardan nə istəyirsiniz? Üzürlü sayılar qaqaş. Bir də qaqaşın üz ifadəsi çox yaxşıdır. Özün o qədər inandırıb ki, Boyka Mike Tyson roluna. Nəysə, növbəti video. O zaman siz hepiniz Eşref Tek. Kara geceler üzerime çok sözüm var. Ne bekleyen ne çok hırsın var. Yaxşı, indidən qınamaq istəmirəm qaqaşı. Bəlkə də bizə bir mesaj çatdırmaq istəyir. Qaqam, köməyə ehtiyacın varsa, helpdən yaddan qoy ora, biz sənə kömək edəcəyik. Bu arada yorumu görməyənlər üçün mükəmməl bir yorum. Eşkine mühtaç oldum sevip sen. Ölümün ağır yükü sen olmuşsan yok haberin. Sağlamaz. Bu dostumuz bayaqçı qaqaşdan biraz əsəbidir. Çünki dirsək falan atır. Şeylər də bildiyi bəllidir. Artıq bu formadan nə qədər bilirsə. Buradan o qaqaşa tək tövsiyəm var. Əşyaları rahat buraxın. Onlar bizim dostum. Yaxşı, bu qaqaşı başa düşdüyü bizə bir şeylər öyrətmək istəyir, təpi atır. Əslində təpi atmır, yerə yıxılır, amma nəysə. Bəs arxadakı qaqaş nə alır? Yəni sənin məqsədin nədir qaqam? Hansı idman növüdür? Sağ ol bro, bizi videosuz qoymadığın üçün. Onsuz da axmaq şey, dərs oxuyub vaxtınızı itiririk. Salam. Onlar istədiyi söz deyil. Hər dağı görsən, nə deyərsin? Gedişim sən bırak, mən canım alan çoxdan al.
Bu qaqaşların təxmini 5-6 yaşları var. Buradan onlara səslənirəm. Getdiyiniz yol yaxşı yol deyil. Ümumiyyətlə yol deyil. Bu qaqaşı təbrik etmək lazımdır. Halal olsun. Başında meyvə yetişdirir. Ümumiyyətlə qaqalara bir sual. Yəni bu saç stilində nə görmüsünüz? Məncə estetik durmur. Yaxşı da durmur. Yaraşıqlı da göstərir. Gireni gir yolla, yarayı sızsız duvarlarda yankılar var. Bayaqçı qaqaşları təbrik edirəm. Onlar heç olmasa nə eləsə dava edirdilər. Qaqaş hava ilə dava edir. Bir də sondakı baxışı gördünüz. Əsl TikToker baxışıdır o. Baxın bu videoya 1000 like gəlsin. Söz verirəm ki onu profil şəkli edəcəm. Ayxan Mamayev gəlsin. Ayxan Mamayev belə soyad olur. Dostudur. Ayxanın yaxın dostudur. Mən istərdim ki, onu da dəvət edim. Ayxan, özünü heç darıxdırma. Sən bizim qəlbimizdə yaşayırsan dostum.